Əziz ruh, mən Mətanət müəlliməm. Səni olduğum yerdən salamlayıram. Əgər buradasansa və məni dinləyirsənsə, deməli sən də bu matrisdən çıxış yolları axtarışındasan. Sən kainata sorğu göndərmisən. Kainat da sənin qarşına bu acını çıxarıb. Sən bu sorğunu şuurlu şəkildə etmisən, ya heç özün də bilmədən hisslərə qapılaraq düşünmüsən, kainat üçün bunun heç bir fərqi yoxdur. Ona göndərilən hissləri, impulsu, vibrasiyanı qəbul edir və onu bizim emosional vəziyyətimizə uyğun şəkildə həyatımızda reallaşdırır. Bu həmişə belədir. Bizim fikirlərimiz, düşüncələrimiz nəyə fokuslanırsa, bədənimiz ona uyğun hisslər vibrasiya edir, yaradır. Və düşüncələrimizin, emosiyalarımızın nəticəsi olaraq yaranan elektrik dalğaları öz tezliyinə uyğun maddiləşmə, materiya yaradır. Bu proses elektrik siqnallarının Morze əlifbası ilə sözə çevrilməsini və ya həkimin ürək döyüntülərini çəkdiyi elektrokardioqram vərəqini xatırladır. Beləliklə, diqqətimiz nəyə fokuslanırsa, düşüncələrimiz də o istiqamətə axır və həyatımızın reallığını yaradır, yazır. Dünən, biraz öncə düşündüklərimiz bugünümüzü, bu anımızı yaradıb. İndi bu an düşündüklərimiz bundan sonraki həyatımızı, sabahımızı, gələcəyimizi yazır. Əgər bir insan hal-hazırda maddi, mənəvi sıxıntı içindədirsə, deməli o, indiki vəziyyətini əvvəlki düşüncələri, emosiyaları ilə yaradıb. Və əgər həmin insan bu hissləri, düşüncələri təkrarən, yenidən, indi bu an yaşayırsa, onları özünü onlardan azad etmirsə, sabahının ssenarisində belə bir negativ şəkildə yazmış olur. Matrisin yaradıcıları, onu idarə edənlər insanın bu xislətini çox yaxşı bilirlər. Odur ki, onların qurduğu oyunların əksəriyyəti negativ yüklüdür. Diqqəti negativə yönəlmiş insan şuur altı olaraq negativ hisslər yaradır. Bu hisslər, emosiyalar insanın səhhətinə, maddi, mənəvi aləminə mənfi təsir göstərsə də, matrisi qidalandırır, yedizdirir. Bəli, 3D matrisinin eqregorları məhz insanın aşağı tezlikli emosiyalarından yaranan enerjilərlə qidalanırlar. İnsanlar onlar üçün yemdirlər. Lakin insanlar üçün xeyirli, xoş məlumat da var. Düşüncələrini seçmək insanın öz ixtiyarındadır. Bunun üçün hər bir kəsə seçim azadlığı verilib. İnsan şuurlu şəkildə öz reallığını yarada, dəyişə bilər. Sevimli ruh, bu istiqamətdə mən sənin bələdçinəm. Odur ki, məni izləməkdə davam et.